Az porsiyada çox tox saxlayan 5 qida. Birincisi yulafdır. Yulaf liflə zəngindir. Həzmi yavaşıdır və uzun müddət toxluq hissi yaradır. İkincisi yumurtadır. Bir ədəd böyük yumurtada təxminən 70 kalori var, amma proteinlə zəngin olduğu üçün adamı daha uzun müddət tox saxlayır. Üçüncüsü isə qatıqdır. Şəkərsiz, adi az yağlı qatıq həm yüngül seçimdir, həm də mədəni çox yormur, üstəlik bağırsaq florasına da dəstək olur. Dördüncüsü isə yaşıl almadır. Yaşıl alma liflə zəngin olduğu üçün tez acmağa qoymur, xüsusən şirniyyat istəyi olan adamlar üçün də alternativ seçimdir. Beşincisi isə chia toxumudur. Chia toxumu aşağı kalorili deyil, amma az miqdarda su ilə birləşəndə şişir və doyma hissini artıra bilir. Amma bir məsələ də var. Bəzən adam belə qidaları yeyir, amma yenə də tez-tez acır. Şirniyyat istəyir, qarın nahiyəsində piy toplanır. Xüsusən də bunun altında insulinə həssaslığın zəifləməsi, şəkər dalğalanmaları və qaraciyər yağlanması dayananda təkcə qida seçimi kifayət eləmir. Əgər artıq qarın şişkinliyindən, şirniyyat istəyindən və qaraciyərin yağlanmasından əziyyət çəkirsinizsə, bu məqamda sizə bir qida əlavəsi tövsiyə edə bilərəm. Bunun adı alfa-xromdur. Tərkibində xrom və alfa-lipoik turşusu olan elmi əsaslı bir kompleksdir. Xrom nə edir? İnsulinə həssaslığı artırır, şəkərin hüceyrələrə keçməsini asanlaşdırır, qaraciyərdə və qarında olan piyləri əridir. Bundan əlavə halsızlığı da azaldır, gün boyu özünüzü enerjik hiss eləyirsiniz. Qəbul qaydası sadədir. Gündə 1-2 dəfə yeməkdən yarım saat əvvəl. İtaliya istehsalıdır. Keyfiyyətindən də əmin ola bilərsiniz. Əksər apteklərdən də əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.